Dini təlimatlar və psixoloji tövsiyələr. Dini təlimatlarla psixoloji tövsiyələr çox vaxt üst-üstə düşür. Bu başqa cür də ola bilməzdi, çünki ikisi də insan psixologiyasından danışır. Dini təlimatlar da insanın ruhuna müraciət edir. Peşəkar psixoloqların təcrübədən gəldiyi nəticələr və onun əsasında verdiyi tövsiyələr də insan ruhu, insan əhval-ruhiyyəsinə əsasəndir. Din deyir ki, daim pozitiv ol, müsbət ol ki, Allah sənə müsbət nemətlər göndərsin. Psixologiya deyir, yaxşı ol, pozitiv ol, müsbət ol, kosmosdan sənə müsbət enerji gəlsin. Din deyir ki, bağışla. Bağışlamasan irəli getmək olmaz. Psixologiya da eyni sözü deyir. Deyir, bağışlamasan irəli gedə bilməzsən. İndi burada sadalamaq istəmirəm. Bir çox hallarda eynidir. Amma bəzən də ilk baxışdan baxıb görürük ki, dinin dediyi ilə psixologiyanın dediyi fərqlənir. İlk baxışdan, zahiri nöqteyi nəzərdən. Məsələn, psixologiya deyir ki, özgüvənin çox olsun, özünə güvən, hər nə qədər bacarsan, özünə güvən, özünə etimad et. Amma din burada başqa söz deyir. Din deyir, özündən çox Allaha güvən. Əmirəl-Müminin əleyhissalam buyurur, İyyəkə və thiqətə bi nəfsik. Fə innə zəlikə min əkbəri məsaidi şeytan. Amanın günüdür, özünə güvənmə. Çünki bu, şeytanın ən böyük tələlərindən biridir. Ğurərul Hikəm kitabında və Mizanul Hikmə kitabında bu barədə məlumat verilir. O zaman biz qalırıq iki yol ayrıcında. Özgüvən barəsində dinin dediyi doğrudur ya psixologiyanın dediyi doğrudur. Psixologiya deyir, özünə güvən. Bu nə deməkdir? Yəni Allaha güvənmə. Din deyir, özünə güvənmə. Bu nə deməkdir? Yəni başqalarına güvən. Biz düzgün təhlil və təfsir və nəticə alaraq görürük ki, əslində yenə eyni sözü deyir. Həm din, həm psixologiya. Sadəcə psixologiya düşüb o psixoloqların əlinə tarix boyu. Ki, onlar dini bilikləri yaxşı bilməyiblər. Ya din onlara tamam mənfi bir təlimat kompleksi kimi təqdim olunub, araşdırmadan bu formada yanaşıblar dinə, ögey münasibət bəsləyiblər, dində bir şey olmaz, dindən bir şey çıxmaz, din mövhumatdır. Bu kimi təfəkkürlə yaxınlaşıblar dinə. Ona görə, daha doğrusu yaxınlaşmayıblar. Ona görə bəzən fikirlər üst-üstə düşməyiblər. Psixologiya deyəndə ki, özünə güvən, ona görə deyir ki, psixoloqların rəyinə əsasən humanizm əsas məsələdir. Yəni, insan həyatın məhvərində, mərkəzindədir. Səni ən çox sevən sənsən, səni səndən çox sevən yoxdur, səndən qüdrətli yoxdur, səndən bacarıqlı yoxdur, təbiət sənə bu potensialı verib, deməli, özünə güvənməlisən, özünü sevməlisən, özünü mərkəzdə qoymalısan. Haqlıdırmı psixologiya? Bəli. Bu ideoloji bazı ilə haqlıdır. Amma din deyir ki, Əli əleyhissalam deyir ki, sən düz anlamamışsan həyatı, dünyanın məhvəri sən deyilsən, dünyanın mərkəzi sən deyilsən, səni ən çox sevən sən deyilsən, sənin özündən də bacarıqlısı var, sənin özündən də sənin xeyrini daha yaxşı bilən var. Psixologiya yarıya qədər deyir, başqalarına güvənmə,
Din deyir, düzdür, psixologiya düz deyir, başqalarına güvənmə. Amma o başqalarından biri də sən ola bilərsən, əgər özünü tapmamısansa. Özünü tapsan görəcəksən ki, sən əslində Allah Taala'nı göstərən bir aynasan, onu nümayiş etdirən bir güzgüsən. Sən Allaha güvənməlisən. Psixologiyanın yalnız özünə güvən dediyi sözün, tövsiyənin əsası budur ki, səni səndən çox sevən yoxdur. Din isə deyir ki, səni səndən çox sevən var. Əgər psixologiya bilsəydi ki, səni səndən çox sevən var, o da deyərdi ki, Allaha güvən. Dolayısıyla dinin özünə güvənmə dediyi sözün əsası budur ki, səni səndən çox sevən var. Allahdır, Allaha güvən. Din demir ki, özünə güvənmə, başqalarına güvən. Din deyir, sənin özündən də sənə yaxın olana güvən. Psixologiya isə elə bilir ki, insanın özündən başqa, özünə yaxın olan, özünü sevən, özünün xeyrini bilən yoxdur, ona görə deyir ki, özünə güvən. Əslində, psixologiyada bilsəydi ki, Allah var və bu Allah bizim yaradanımızdır, bizim xeyrimizi şərimizdən yaxşı bilir, bizi bizdən çox sevir, gələcəyi o görür, bizim hansı trayektoriya ilə hərəkət etdiyimizdə hansı nəticəni alacağımızı o bizdən yaxşı bilir, o zaman psixologiyada deyərdi, Allaha güvən, özündənsə Allaha güvən. Allaha güvənən insanların öz güvəni, özünə güvənən insanlarla müqayisədə heç müqayisə olunmaz dərəcədə. Yəni, böyükdür, yəni bunları müqayisə eləmək doğru deyil əslində.